Universiteti ölkənin ali təhsil sistemində qazandığı uğurlara daha birini əlavə edib. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilən institusional akkreditasiya prosesinin yekununda universitet yüksək nəticə göstərərək növbəti 5 il müddətinə akkreditasiyasından keçib. Əlbəttə ki, bu 5 illiyinə bu uyğunluğun təsdiq olunması bizim üçün sevindirici xəbərdir. Ona görə ki, bu qiymət Naxçıvan Dövlət Universitetinin mövcud imkanlarına, potensialına və gələcək hədəflərinə verilmiş bir qiymətdir və bu uyğunluq əlbəttə ki, öz-özlüyündə həm ötən dövrə verilmiş bir qiymət kimi, həm də eyni zamanda gələcək imkanları yaratmaq baxımından bizim üçün çox əhəmiyyətlidir, çox qiymətlidir. Akkreditasiya Şurasının 5 illik müddətinə Naxçıvan Dövlət Universitetinə institusional akkreditasiyasının tamamlanmasına verdiyi qiymət birinci növbədə Naxçıvan Dövlət Universitetinin strateji inkişaf məqsədlərinə, planına, Naxçıvan Dövlət Universitetində tədrisin keyfiyyətinə, elmi tədqiqatlara, beynəlmiləşməyə, idarəetmə sahəsində olan indikatorlara verilmiş uyğunluq qiymətidir və bu qiymət əsasən uyğundur qiyməti Naxçıvan Dövlət Universitetində və ötən yoxlama dövründə aparılmış, qeyd etdiyim kimi, işlərin yekun qiymətləndirilməsidir. Son illər Naxçıvan Dövlət Universitetində tədrisin məzmununun yenilənməsi, rəqəmsallaşma, beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması və müasir təhsil infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən islahatlar universitetin milli və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Növbəti 5 il müddətinə akkreditasiyadan keçməsi universitetdə tətbiq olunan keyfiyyət təminatı sisteminin səmərəliliyinin, təhsil proqramlarının müasir tələblərə cavab verdiyinin və idarəetmənin dayanıqlı inkişaf prinsipləri əsasında qurulduğunun növbəti təsdiqidir. Bu akkreditasiya prosesi bir sıra normativlər əsasında, mexanizmlər əsasında müəyyənləşdirilmişdir. Bu mexanizmlərə mən deyə bilərəm ki, ilk növbədə universitetin strateji inkişaf planının mövcudluğu və onun fəaliyyət istiqamətləri, universitetin strateji inkişaf planında nəzərdə tutmuş məqsədlərin universitetin inkişaf prioritetlərinə uyğunluğu əsas hədəf kimi müəyyənləşdirilmişdir. Bundan başqa, universitetin keyfiyyət təminatı siyasətinin mövcudluğu bu yeni bir mexanizmdir, yeni bir siyasətdir ki, və bu keyfiyyət təminatı siyasəti sayəsində aparılan işlər bu gün ən çox önə çıxarılan, qabarılan məsələlərdən biridir ki, keyfiyyət təminatını müəyyən edən bir mexanizmin mövcudluğu, müvafiq komissiyaların mövcudluğu, sorğuların və monitorinqlərin aparılması əsas qarşıya hədəf qoyulmuş məsələlərdən olmuşdur. Eyni zamanda universitetin təhsil prosesi əsas yoxlanılan məsələlərdən biri olmuşdur ki, yəni biz artıq bu gün universitetlər sadəcə bir təhsil verən qurum yox, keyfiyyətli təhsil verən qurum kimi baxılır. Yəni bu müvafiq təhsil infrastrukturunun olması, təhsil sahəsində aparılan siyasətin dövlət siyasətlərinə uyğunluğu, yeni təhsil meyarları, təlim meyarlarının mövcudluğu ən çox araşdırılan, yoxlanılan məsələlərdən biridir ki, və burada da təkcə təhsil proqramları, tədris vəsaitlərlə yox, eyni zamanda tələbələrin məmnuniyyət sorğuları əsasən öyrənilən, anonim şəkildə öyrənilən və qiymətləndirilən əsas mexanizmlərdən biri olmuşdur. Qeyd edək ki, institusional akkreditasiya ali təhsil müəssisələrinin fəaliyyətinin müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi, güclü və inkişaf etdirilməsi zəruri olan istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universitetinin yüksək nəticə ilə akkreditasiyadan keçməsi universitetin ölkənin aparıcı ali təhsil müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Həsən Məmmədov, Tərlan İbrahimova, Samir Mehdiyev, NTV Xəbər.